və xalqımıza indi faktlarla göstərəcəyəm. Konstitusiyamızın 25, 26, 60 və 68-ci maddələri vətəndaşların pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiəsi ilə bağlıdır. Konstitusiyamızın 60-cı maddəsi hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. Orada yazılır ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsində təminat verilir və s. Sonra boş vaxtı olanda bu maddələri mən burada yazmışam çıxışımda, amma siz özünüz boş vaxtda baxarsınız. Konstitusiyonun 61-ci maddəsi hüquqi yardım almaq hüquq. Bu maddəyə görə də birinci hissədə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Yəni hər bir Azərbaycan vətəndaşının müdafiə ehtiyatı olanda keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Bəyə zaman mən dediği kimi savadsız və məhkəmələrdən asılı olan sədrinin qorxusundan haqqı deməyə çəkinən bir vəkilin yardımı keyfiyyətli yardım hesab edilə bilməz. İndi baxa görə konstitusiyada yazılanlar real həyatda, təcrübədə tətbiq edilirmi? Bu suala cavab vermədən öncə hörmətli millət vəkilləri sizi və qədrbilən xalqımızı bir sual üzərində düşünməyə çağırıram. Lütfen hamı diqqətlə fikir versin. Konstitusiyamızın 41-ci maddəsində sağlamlığın qorunması hüququ, 42-ci maddəsində təhsil hüququ, 43-cü maddəsində də mənzil hüququ nəzərdə tutulur. Bu hüquqlar müvafiq olaraq verin, Səhiyyə Nazirliyi haqqında əsasnama və ya qanun, Təhsil Nazirliyi haqqında əsasnama və ya qanun, eləcə də icra hakimiyyətləri haqqında əsasnama və ya qanunlarla nizamlanır, yoxsa əhalinin sağlamlığının qorunması haqqında 26 iyun 97-ci tarixli, təhsil haqqında 19 iyun 2009-cu il tarixli və ya 30 iyun 2009-cu il tarixli mənzil məcəlləsi ilə təmin edilir. Həbib bir sual yaranır. Nəyə görə Azərbaycan vətəndaşlarının müdafiə hüquqları bu sahəyə aid olan konkret qanunla yox, hansısa bir təşkilatın indiki halda vəkillər kollegiyasının fəaliyyətini nizama salan vəkillər və vəkillik fəaliyyəti haqqında qanunlar nizamlanmalıdır. Nə ilə bağlıdır? Bunun harası hüquq oldu? Nasıl qanun oldu? Dövlət qanunu qəbul edib. Bir təşkilatın fəaliyyəti nizamı salmaq üçün vəkillər kollegiyasının onun müdafiə hüququndan heç bir əlaqəsi yoxdur. Müdafiə hüququ haqqında ayrıca qanun qəbul olunmalıdır. Və orada müdafiənin yalnız vəkillər tərəfindən yox, həm də başqa şəxslər və qurumlar tərəfindən həyata keçirilməsinin təminatı verilməlidir. Onda real hüquq müdafiəsi yaranar Azərbaycanda. Hörmətli millət vəkilləri, indi sizə konkret faktlar götürəcəyəm mən. Baxın, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmə hüququ adlanır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmə hüququna malikdir. Qanunda gözəl yazılıbdır. Burada iştirak edən hörmətli həmkarlarından da istərdim ki, sonra da bu fikirə bir fikir bildirsinlər. Ali məhkəmə Azərbaycanda məhkəmə sayılırmı? Sayılır. Özdə 3-cü instansiya məhkəməsi sayılır. Biz yəni ondan sonra Avropaya müraciət edə bilərik. Yaxşı, məcəllənin bu 4-cü maddəsinə nəzərdə tutulan hüquq həyatda reallaşa bilirmi? Hər bir şəxs ali məhkəməyə müraciət edə bilirmi? Yox. Qanun verisi bunu məhdudlaşdırıb. 4-cü maddənin 4.1-ci bəndində yazır ki, hər bir şəxs hüququ var. 67-ci maddə yazır ki, sənin hüququn yoxdur. Ali məhkəmə əgər məhkəmə hesab edilirsə, onda hər bir şəxsin ora müraciət etmə hüququ təmin olunmalıdır. Və ya 47-ci maddə, iştirak edən şəxslərin hüquq vəzifələri. Mən bunları sadalamayacağım o hamısın, amma o maddəni oxusa görəcəksiniz ki, o maddədə şəxslərin, tərəflərin öz hüquqlarını şəxsən müdafiə etmə hüququ nəzərdə tutulmuyor. 47-ci maddə Mülki Prosessual Məcəllədə tərəflərin öz hüquqlarını şəxsən müdafiə etmə hüququ nəzərdə tutulmuyor. Amma orada nəzərdə tutulan hüquqlar da həyata keçirilmir. İstəsən işlə material tanış olmaq, vəsədət vermək, nə bilim, qarşı tərəfə sual vermək. Əgər şəxs ali məhkəmədə iştirakı təmin edilmirsə və bu iştirak hər hansı bir vəkilin məcburi iştirakı ilə şərtləndirilirsə, bu deməkdir ki, vətəndaş 47-ci maddə nəzərdə tutan hüquqlarını ali məhkəmədə həyata keçirə bilmir. 9-cu maddə mülki prosessual fəaliyyət qabiliyyəti adlanır. Nə deməkdir mülki prosessual fəaliyyət qabiliyyəti?
Qanun özü belə yazır. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək hər bir fiziki şəxsə məxsusdur. Mən ara sözdə çıxıram lazım olmayan sözləri. Yəni, adam əgər fəaliyyət qabiliyyəti varsa, onun məhkəməyə müraciət etmə hüququ var. Ali məhkəmədə mi? Məhkəmədir. Ora müraciət hüququ varmı, varmı? Həyatda necə varmı, yox. 9.2 16 yaş olan yetkili yaş çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda o məhkəmədə burada yazılıb artıq. Yəqin şaşıblar görmürsünüzlər bunu. Şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. Var mı belə bir hüquq? Belə bir imkan var mı? Vətəndaşın 16 yaşı şərt deməli tamamlanıbdır. Amma 16 yaş olmasına baxmayaraq, qanun ona bu hüququ verməsinə baxmayaraq adam ali məhkəməyə müraciət edə bilmir. Qanun onun üzərinə vəzifə qoyub ki, o mütləq etməlidir vəkilin yanına. Yəni görək, vəkilin yanına gedəndə nə baş verir? Mülki prosessual məcəllələrin 67-ci maddəsi vəkilin prosesdə məcburi iştirakı adlanır. Kassasiya və əlavə kassasiya şikayətləri fikir verin. Habelə məhkəmə aktına yeni asılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Hörmətli millət vəkilləri, əziz vətənlərim, Mülki prosessual məcəllələrin 67.1-ci maddəsində yazılan bu söz sənin bütün müdafiə hüquqlarını sıfırlayır. Əgər sən aşağı məhkəmələrdə hüququnu şəxsən qorumusansa, qoruya bilməmisənsə, uduzmusansa, haqqın tapdalanıbsa, sən artıq hüquqlarını ali məhkəmədə müdafiə edə bilməsən niyə? Çünki sən vəkilə müraciət eləməlisən. Abid Qafurov vəkillərə müraciət eləyir. Vəkil deyir ki, qorxuram. Səni müdafiə eləsəm, Rəstum bəy müdafiə eləsəm, Semir Osman qızı müdafiə eləsəm, məni işdən çıxararlar, məndən uzaq dur. Şəxsən mənim özümə 15 vəkilini danışmışam, hamısı imtina eləyib. Hörmətli millət vəkilləri, bu maddəyə, 67-ci maddəyə 16 ildə 3 dəfə dəyişiklik olunub. 26 may 2009-cu ildə 67-ci maddə yeni redaksiyada verilib. 9 il 2023-cü ildə 67.2-ci maddə ləğv edilib. O maddə nəzərdə tutulur ki, bu məcəllə ilə vəkilin prosesdə məcburi iştirak tələb olunduğu hallarda işlə iştirak edən şəxslərin vəkilin xidmətlərini fikir verin, ödəmək üçün kifayət və vəsait olmadıqda məhkəmə aktını qəbul etmiş məhkəmə iştirak edən şəxslərin yazılı müraciət əsasında vəkilin prosesdə iştirakını əmin eləyir. Qanunverici bunu ləğv elədi. Onu başqa bir maddədə elə hallara saldı ki, vətəndaş faktik olaraq dövlətin xidmətindən pulu yoxsa istifadə edə bilmir. Yəni dövlət planlı şəkildə tədricən Azərbaycan vətəndaşlarını müdafiə hüququndan məhrum elədi. Mən baxıram saatda ki, mənə vaxtım çatıb, üzrlü hesab edeyim. Bu vacib məsələləri izah versən çatdıram diqqətinizə. 31 oktyabr 2025-ci ildə 3-cü dəyişiklik olubdur. 63.3-cü maddə əlavə edildi. Dostlar, orada yazıldı ki, hörmətli millət vəkilləri, əgər vəkil özü ali məhkəmədə çıxış etməyə məcburdursa, misal üçün qonşu ilə deyək ki, toyuq davası eləyib, səfər davası eləyib, şu məhkəməyə vəkil özünü təmsil edə bilər. Sual verirəm. O vəkilə dərs deyib bunun vəkil eləyən, hüquq elmləri doktoru, professorlar, polis rəisləri, prokurorlar, keçmiş hakimlər, indiki hakimlər, keçmiş vəkillər, hüquqçular ixtisası olan adamlar, bunlar niyə hüquqlarını özləri müdafiə edə bilməsinlər? Bunun bizə səbəbi var, əsəmətənlər. Əvvəldə Rusiyadan qanunları köçürürdülər, indi Almaniyadan köçürürlər. Gedib Almaniyadan qanunu gətirib, kopyalayıb, yapışdırıb qanuna. Buradan mən istəyirəm İlham Əliyevə, onun quldur dəstəsinə müraciət edirəm, deyəm ki, belə qanunları yaşamaq üçün sən gəl Alman olasan. Sən Almansa erməni də deyilsən, bədbaxt oğlu. Sən nəinki Alman olub bu qanunlara əməl eləyərsən. Sənin millətinin təhsil səviyyəsi, sənin məhkəmələrindəki vəziyyət elə Almandakı deyil ki, sən götürüb bunu yazırsan bura, vətəndaşlara müdafiədən məhrum eləyərsən. Bütün bunlar hamısı qəsdən düşünülmüş hərəkətlərdir. Ondan sonra 67-1-ci maddə əlavə ediblər mülki məcəlləyə. Orada da adı belədir. Vəkilin prosesdə dövlət hesabına iştirakı. Hansı halda dövlət onu maliyyələşdirir? 5-6 o da əsas göstərilib. Xəstəlik və s. Burada vacib olan nədir? Müvafiq icra hakimiyyəti orqanında işsiz kimi ya qeydə alınmalısan, kim sübut eləsən ki, mən işsizəm. Bir də maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumunun əhəmiyyət dərəcədə
aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslərə dövlət hesabına hüquqi yardım göstərdi. Hörmətli millət vəkilləri, əziz vətənlərim, 1 yanvar 2025-ci ildə qüvvəyə minən Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimum haqqında qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyasılar üçün 232 manat, uşaqlara 246 manat nəzərdə tutulur. Yəni ən yüksək məbləğ burada nəsədir 305 manat. Vəkillər kollegiyası müqavilə bağlamaq üçün 320 manat tələb edir. Təsəvvür edin ki, bir vətəndaş gedir, alır 305 manat maaş alıb, gəlir var onun, aparır verir 320 manat borc almalıdır qonşudan. Vəkilin haqqı. Adam nə yeməlidir? Necə dolanmalıdır? Bu qanunu qəbul edən adamlar bu şeyləri düşünürlər yoxsa yox? Bunlar hamısında bizə məqsəd var. Səni vətəndaş olaraq müdafiə hüququndan məhrum eləsinlər. Səni başa salsınlar ki, sən bu ölkədə heç kəssən. Sənin müdafiə eləsi olan olmayacaq. Nə dövlət, nə vəkillər heç kəs. Mümkün deyil. Çünki sənin fikirlər də qanunun yanındadır ki, ailəni özünü dolandırasan. Əslən vətənlər, burada Cinayət Prosessual Məcəlləsi ilə mülki prosessual məcəlləni siz müzakirə etsəz, dəhşətli bir fərq görəcəksiniz. Mülki prosessual məcəllədə vətəndaşın ali məhkəməyə müraciəti vəkilindən mütləq bir yerdə nəzərdə tutulur. Özdə qanun görə dəyişdilər. Əvvələ yazırdılar ki, vəkil təmsil edə bilər. Sonra yazdılar ki, dəyişdilər. Yerlə yox. Şəxs yalnız vəkillə birgə çıxış eləməlidir ali məhkəmədə. Yəni, vəkil xəstələnsə, sən gedə bilməzsən ora. Vəkil istəmədi, qorxsa, sən gedə bilməzsən. Yəni, tamamilə hüquqdan məhrum elədilər. Cinayət işindən nə baş verir? Tərəf, yəni, təqsirləndirən şəxs ali məhkəməyə özü şəxsən şikayət verə bilir. İndi soruşuram. Sizcə bir qonşu ilə oyuq dabası, hündüşka dabası eləyən vətəndaşın hüququ daha əhəmiyyətli ali məhkəmədə, yoxsa həyatı, azadlığı ilə bağlı özünü müdafiə edən vətəndaş? Necə olur ki, həyatla bağlı, lazım olan məsələdə sən ali məhkəməyə müraciətə imkan verirsən şəxsin özünə, mülki prosessual məcəllədə yox. Hansı məntiqləndir? Bunu kim düşünüb belə? Bütün bunların hamısının yenə deyirəm sonda məqsəd nədir? Və əslən vətənlər, çox vaxtınızı almayayım, artıq 5 dəqiqədə keçib vaxtımdan. Qiyabi icraatla bağlı bilirsiniz ki, son vaxtlar işlər gedir, cinayət təqib aparılır. Neçə xaricdə yaşayan blogerlər, siyasətlər haqqında qiyabi hökmlər çıxarılıbdır. Haqqında qiyabi cinayət təqib aparılan insanların Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutan hüquqları təmin olunmalıdır. O hüquqların arasında cinayət şübhətlərlə tanış olmaq, şəxsən ərizə vermək, vəsatət vermək və s. hüquqlar var. Soruşuram, siz də fikirləşirsiniz. Güya bunların dediyi kimi istintaqdan qaçıb gizlənən Ələsün Oruçlu bizim hörmətli parlament sədrimiz, Abid Qafarov və başqaları necə tanış ola bilərlər? Bu hüquq necə təmin olunur? Heçdir. Nə qanunda var, nə də təcrübədə. Mən keçən dəfə hamının gözü qabağında dəfələr yazdım, müraciət elədim. Ağır Cinayətlər Məhkəməsi şəxsən mənim bu hüququmu təmin edəmədi. Tüm bunlar nə deməkdir? Dostlar, hörmətli millət vəkilləri, xərçəng xəstəliyinin başqa xəstəliklərdən çox mühüm bir fərqi var. Burada həkimlər də var. Xərçəng xəstəliyi tədricən, asta-asta, adamı şübhələndirmədən, onu narahat eləmədən başlayır, gəlir əsas o işin görüb qutarandan sonra vətəndaş ailir ki, artıq həyat əldən gedir. Azərbaycan hakimiyyəti eyni bu xərçəng xəstəsi kimi xalqımıza qarşı tədricən, asta-asta, onu duyuq salmadan, onu şübhələndirmədən, kütləvi etiraza bəhanə vermədən elə üsullarla bu işləri görür ki, xalq günlərin bir günü alır ki, yox, bunu hamı təhlükə istəyir, kollektiv olaraq yox. Şimdi mənim deyəsən müdafiə hüququm yoxdur. Məhkəmələr məni müdafiə eləmir. Mən polis zorbalığı qarşısında təkəm, acizəm. Nə eləməliyəm? Azərbaycanı tərk eləməliyəm. Vaxtınızı çoxaldım, hörmətli millət vəkilləri, üzr istəyirəm. Sonda 40 il bundan əvvəl oxuduğum bir məqaləni istəyirəm xatırladam. Bu məqalə yazılmışdı ki, Afrikada bir meşədə alimə müşahidə edirlər ki, kütləvi zürafə ölümləri baş verir. Analiz aparlar, görürlər ki, ölən bütün zürafələrin qanında eyni bir zəhərin tərkibi var.
Araşdırırlar ki, bu zəhər hardan əmələ gəlib? Bunu zürafələrə kim verib? Tapmışdılar ki, bu zürafələrin qidalandığı hündür ağaçların başında, yarpaqlarda zəhər əmələ gəlib. Ağaçda. Ağac özünü müdafiə eləmək üçün zəhər istehsal eləyib. Və burada ən təqib edilisi nədir? O ağacın həmin zəhər yalnız yuxarı yarpaqlarında, yuxarı hissəsində tapılıbdır. Aşağı hissələrində yox. Ki, birdən başqalarına ziyan vurar. Ağac ağaçlığı ilə Allah ona müdafiə imkanı bir hüququ veribdir. O müdafiə olunur. Azərbaycanda sənin əzizən vətənlərim, mənim, heç birimizin ağac qədər müdafiə hüququmuz yoxdur, mən canlı aləmi demirəm. İndiki vəziyyətdən də çıxışımızın bircə yolu var. Bu rejim getməlidir. Azərbaycanda xalq iradəsi söykənən normal bir dövlət qurulmalıdır ki, biz müdafiə hüquqlarımızı həyata keçirə bilək. Təşəkkür edirəm, diqqətinizə görə çox sağ olun. Üzr istəyirəm, desəm xeyli də vaxtımın keçdi, 23 dəqiqə danışıram.